hörmətli qonaqlar, ilk öncə sizə öz Millət Respublikası şəhid ailələri, əlillər və müharibə veteranları hüquqları müdafiəsi İctimai Birliyi, Sabirabad rayon şöbəsinin rəhbəriyəm, eyni zamanda Əli Qurbanov Qalayan Kəndxanlaşma Məktəbinin müəllimiyəm. Canı qurban verən şəhidlərimizə həmişə borcluyuq və Sabirabad şəhidləri haqqında qısa məlumat vermək istəyirəm sizə. Bizim birinci Vətən müharibəsində 47 şəhidimiz var. Bunlardan 4'ü tapılıb. 2024-2020'de 2 adımdan bir tapıldı. Dəxil olunduğumuz ikisi Nərman kənddə, biri Muhan Gəncədə, biri isə Polatala kəndində. 4 şəhidimiz tapıldı və bu şəhidlərimizin nəşinin tapılmasında Müzəffər Ali Başkomandan cənab Prezidentimizə İlham Əliyevə öz minnətdarlığımızı bildirməliyik və şəhidlərimizə həmişə borcluyuq. Onlar 2-ci Vətən müharibəsində torpaqlarımızı azad elədilər və bütün şəhidlərimizin tapılması üçün şərait yaratdılar. Əziz toplantı iştirakçıları, mən hamımıza minnətdarlığım, şəhid sevərlərə salam olsun, şəhidlərimizə salam olsun. 2-ci Vətən müharibəsində 47 şəhid vermişik. 2021-ci ildə qısa antiterror əməliyyatında Budaqlı İsmail